Qarşımızda duran bir sıra vəzifələr var, hansı ki, həmin vəzifələrin icrası çərçivəsində biz əhalinin tibbi xidmətlərə olan ehtiyacının daha yaxşı ödənilməsi, daha keyfiyyətli ödənilməsi, əlçatanlığın artırılması, icbari tibbi sığorta çərçivəsində icra olunan proqramların əhatə dairəsinin artırılması və keyfiyyətinin yüksəlməsini hədəfləmişik. İnanırıq ki, bu istiqamətdə atacağımız addımlar effektiv olacaq. Hazırda əsas hədəfimiz sistemin tam şəkildə rəqəmsallaşmasına nail olmaqdan ibarətdir. Göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə standartlaşma prosesinə ciddi dəstəyin verilməsidir. Bu prosesin daha da deməli genişlənməsidir və bu qeyd etdiyim kimi bütün bu tədbirlər nəticəsində, yəni bu bizim hökumətin birgə fəaliyyətinin nəticəsi olacaq. Yəni həm Səhiyyə Nazirliyinin, həm tədbirin yekunda bizim vətəndaşlarımızın mənafeyinin, yəni əlçatanlığın, keyfiyyətin artırılması, göstərilən xidmət sayının artırılması, bax bu əsas bizim hədəflərimiz bundan ibarətdir.